Qarayev deməli bu Rafael Piriyevi artıq izləməyə gəldim və bunun barəsində çox lazım bir rəylər yazdım. Yəni rəylər yazacağam. Yəni çalışacağım ki, bu adamın Almaniya Azərbaycandakı səfirliyinə yazacağım. Təbii ki, bu adamın barəsində prokurorluq da zaten cinayət işi açıb və bu adam Azərbaycan Respublikası prezidentini təhqir eləməyə heç bir mənəvi haqqı yoxdur və o ümumiyyətlə belə insanları beynəlxalq Interpola vermək lazımdır və Dövlət Təhlükəsizlik Xidməti də zaten bu insan haqqında axtarışa verib və prokurorluq da onun barəsində cinayət işi açıb. Yer gəlmişkən onu da xüsusi qeyd edeyim ki, buradan Dövlət Təhlükəsizlik Xidmətinə təşəkkür edirəm. Çünki prezident və ailəsi haqqında onun videosunu yayımlayan bir Fərid Salmanov adlı bir Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşı deməli Mehman Hüseynovla təmasa keçib və nəticədə bu informasiyaları yayıb. Yəni ki, prezident və ailəsi haqqında dövlət sirlərimizi yayıb. Və ona görə də bu insan haqqında artıq tədbir görülüb və saxlanılıb və Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasındadır. Yəqin ki, onun barəsində də cinayət işi açacaqlar. Yəqin ki, böyük ehtimalla Emin Hüseynov və Mehman Hüseynovu da Interpola verəcəklər. Yəqin ki, o da Azərbaycana ekstradisiya edəcəklər. Yəni, vəziyyət budur, dostlar. Və Rafael Piriyev başda olmaqla digər Qabil Məmmədov və yaxud da digər Qurban Məmmədov, Abid Qafarov, bunlar barəsində də zaten cinayət işi açılıb, prokurorluq tərəfindən həbs qərarları var və yəqin ki, onlar da Azərbaycanda ekstradisiyası olacaq və Azərbaycana Əfqan Muxtarlı kimi və yaxud da deyək Gözəl Bayramlı kimi və digər şəxslər kimi belə bir ənənə var hüquq sistemində və Rafael Piriyevin bizi bloklaması sübut edir ki, bu insan həqiqətən demokratiya uğrunda mübarizə aparmır. Yəni, özünü ifşa elədi. Yəni, faktiki özünü ifşa elədi və biz buna narahat deyilik. Yəni, onun videolarını YouTube kanalında zaten YouTube kanalı var və YouTube kanalında biz ona abunəyik və onun nə deyəcəyi, nə demək istədiyi. Zaten bizim Milli Fədaii Hərəkatının YouTube kanalı var və ona istədiyimiz lazımı cavabını da verəcəyik. Narahat olmasınlar, dostlar. Biz Daxili İşlər Nazirliyinə məlumat verdik. Yəni, Rafael Piriyevin Azərbaycan Interpoluna axtarışda olduğunu dedik və bizim borcumuz odur ki, bu məlumatı Daxili İşlər Nazirliyinin 102 xidməti agah olsun. Yəni, agah olsun ki, belə insan cinayətkar qanundan qaça bilməz. Və biz prezidentimizi müdafiə etmişik və etməkdə davam edəcəyik. Əcəb etmişik, yaxşı eləmişik, müdafiə eləmişik. Bu bizim boynumuzun borcudur. Yəni, Milli Fədaii Hərəkatı yeganə təşkilatdır ki, bugün bu barədə riskə getdi və bu riskə dəyər həqiqətən səhifəmiz heç bir deaktiv oluna bilmədi. Yəni, Facebook şirkəti sağ olsun, hörmətli sədr, hörmətli prezident Mark Zuckerberg cənabları bu barədə bizim haqlı olduğumuzu, əsaslı rəylər yazdığımızı, qeyri-etik ifadələr yazmadığımızı və prezidentimizi müdafiə etdiyimizi haqlı hesab elədi və əlbəttə ki, bizim hesabımız hamısı bərpa olundu. Və bizim canlı yayımımız artıq səsli rejimdə davam edəcək və biz telefon vasitəsilə canlı yayımımızı həyata keçirəcəyik. Biz anonimliyimizi saxlamaq şərti ilə Rusiyanın Azərbaycandakı səfirliyi bizim telefonumuzu oğurlayıb və bu oğurluq cinayətini törədən, bu sifarişi yerinə yetirən Vladimir Putin də
Beynəlxalq Haqq Məhkəməsinə verilib. Yəni bu barədə bilməniz vacibdir ki, bizim telefonumuz hal-hazırda Rusiyanın Azərbaycandakı səfirliyindədir. Və telefonumuz hələ də gizli şəkildə deməli 051 582 2700 nömrəmiz aktiv deyil və bu nömrə hal-hazırda Rusiyanın Azərbaycandakı səfirliyindədir və saxlanılır, girov saxlanılır və bizim telefonumuzu istifadə edə bilmirik. Bu başqa bir telefon nömrəsidir və sadəcə bu telefon nömrəsini düşmən, xarici qüvvələr, xarici xüsusi xidmət orqanları telefonumuzu ələ keçirməsin deyə biz bu telefon nömrəsini deməyəcəyik. Bunu bilməniz vacibdir və Milli Fəllah Hərəkatı müstəqil hökumət təşkilatıdır və müstəqil xüsusi xidmət orqanıdır. Birbaşa Dövlət Təhlükəsizlik Xidmətinin əmri ilə hərəkət eləyir. Dövlət qurumlarımızın da qorumaq bizim boynumuzun borcudur. Prezidentimizi qorumaq bizim boynumuzun borcudur. Çünki prezidentimizə səs vermişik. Biz seçmişik prezidentimizi. Prezidentimizin mühafizəçisiyik. Və biz bu məsələdə Rafael Piriyevin özünü ifşa elədiyini, bizi bloka salmaqla sübut elədi və özünü ifşa elədi. Zaten o bizim yazdığımız rəylər də artıq dövlətin hüquq-mühafizə orqanlarının da xəbəri oldu ki, biz prezidentimizi müdafiə edirik. İlham Əliyevi müdafiə edirik. Və biz bunu etməkdə peşman deyilik. Və heç kim bizə bu qadağanı, məhdudiyyəti ölkə ərazisində qoya bilməz. Ona görə də bizim hesablarımızı bağlamağa cəhd eləyən Rusiyanın xüsusi xidmət orqanları bilsinlər ki, biz sizdən qorxmuruq. Sizin bizi şikayət eləməyiniz, bizim hesablarımızı bağlamaq niyyətləriniz puça çıxacaq. Çünki Azərbaycan artıq Amerika ilə müttəfiqdir. Və Donald Trumpla və vitse-prezident Velslə görüşdən sonra Azərbaycan Respublikası, hətta Rəqəmsal İnformasiya Şurasının prezidenti, ölkənin vitse-prezidenti Mehriban Əliyevadır. Və biz bugün təhlükəsizliyimiz, demokratik şəraitdə azad sözümüzü deyə biliriksə, bu ölkəmizin müstəqilliyini göstərir. Və biz Əli Oğuza da təşəkkür edirik ki, ən azından bizi Rafael Piriyevə lazımı cavab verməyimizə görə təşəkkür elədi. Yəni biz görülən vəzifəni yerinə yetirdik. Rafael Piriyev haqqında da Milli Fəllah Hərəkatı səhifəsində açıqlama verdik. Azərbaycan Xalq Parlamenti haqqında da açıqlama verdik. Və biz bugün yeganə təşkilatıq ki, heç bir xarici kəşfiyyatdan qorxmuruq. Nə Rusiya xüsusi xidmət orqanlarından, nə İran xüsusi xidmət orqanlarından qorxuruq. Bugün bizim dövlətimizin təhlükəsizlik orqanları bizi müdafiə eləyir. Daxili İşlər Nazirliyi və bizim ölkəmizin bütün dövlət orqanları bizim təşkilatımızın azad fəaliyyət göstərməsinə şərait yaradır. Və biz hökumətdən də qrant alırıq. Yəni bu ayıb bir şey deyil. Biz öz dövlətimizdən qrant alırıq və biz dövlətimizdən maliyyələşirik. Bu ayıb bir şey deyil və bu normal bir şeydir. Və bizim liberal cəmiyyətlərdə, liberal demokratik cəmiyyətlərdə, məsələn, Amerika Birləşmiş Ştatlarının CIA orqanları pul ayırır ki, məsələn, Washington Post, New York Times, Guardian qəzetləri fəaliyyət göstərir. Onların məqsədi Amerikanın milli maraqlarını, dövlət maraqlarını, dünyadakı demokratik dəyərlərin inkişaf etməsi, dünyada insan haqlarının, söz azadlığının qorunmasına xidmət eləməkdir. Biz niyə qorxmalıyıq ki? Biz ölkəmizdə demokratik cəmiyyəti qurmuşuq. Bugün, bəli, ölkəmizdə qeyri-qanuni şəraitdə məhkəmə qərarları çıxarılır. Bu, prezidentimizin iradəsinə zidd qərarlar çıxarılır. Prezidentimizin Washingtonda bilirsiniz ki, qeyri-qanuni şəkildə Rusiya xüsusi xidmət orqanlarına işləyən qüvvələr vəzifə səlahiyyətlərini aşaraq təxribata əl atdı. Bilirsiniz ki, orada bizim təqsirlərindən şəxslərdən biri olan
siyasi məhbuslardan biri olan 1-ci Qarabağ müharibəsi iştirakçısı Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun oğlu Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsini Konstitusiyasından istifadə edərək mitinq elədi. Cənab Prezidentə çatdırdı ki, məhkəmələr qanunsuz qərarlar verir və sizin reputasiyanıza, sizin dünyadakı nüfuzunuza, beynəlxalq imicinə zərər vuran qərarlar çıxarılır. Yəni, mən hesab edirəm ki, bu qərarlar qeyri-qanunidir və Konstitusiya Məhkəməsi bu qərarların qeyri-qanuni olması ilə bağlı mütləq təqsirlənən şəxslərin vəkilləri vəsadətlər tələb eləməlidir. Biz neçə vaxtı məhkəmə iclaslarına gedirik, bu Ağır Cinayətlər Məhkəməsi sanki Ağır Cinayətlər Məcəlləsinin məhkəməsini daşıyır. Sizin yəqin ki, məlumatınız var ki, Ağır Cinayətlər Məhkəməsi SSR dövründə yaranıb. Siz təsəvvür edin ki, 618 məcəllənin hər biri Azərbaycan Respublikasının Konstitusiyasının hər bir 158 maddəsinə cəza verir. Yəni, bugün təqsirləndirilən şəxslər olan beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus sayılan insanların hər biri bugün ölkə prezidentinin siyasətini dəstəkləyir, ölkə prezidentinin Avropa inteqrasiya siyasətini dəstəkləyir, islahatlarını dəstəkləyir və bir çox məmur özbaşınalığının qarşısının alınmasına iradə ortaya qoyan İlham Əliyevi dəstəkləyir. 10 milyon vətəndaşın 10 milyonu da İlham Əliyevi dəstəkləyir, İlham Əliyevə səs verib. Bu şəksizdir. Bugün İlham Əliyevin əgər səs çoxluğu ilə 92% demokratik yolla ona səs veribsə, onu seçibsə, bizim boynumuzun borcudur ki, İlham Əliyevi müdafiə eləyək. Biz ölkəmizi sevən, vətənimizi sevən, dövlətimizi sevən insanlar olaraq bizim boynumuzun borcudur. Biz yazdıq ki, biz yaltaq deyilik. Bugün yaltaq insanlar Putini dəstəkləyirlər. Yaltaq insanlar Xomeynini dəstəkləyirlər. Heç bir İlham Əliyevi dəstəkləmirlər. Onlar sadəcə qorxularından İlham Əliyevin adından istifadə edirlər. Və onlar da cəzalarını alacaqlar. Və bir çoxları da cəzalarını alıblar. Bugün Yeni Azərbaycan Partiyasının üzvü olmuş icra hakimiyyətinin sədrləri, yəni vəzifədən azad olunmuş insanlar rüşvətxorluq və korrupsiyalarına yol verdiyinə görə dövlət təşkilatının təcridxanasındadılar. Və bilməyiniz vacibdir ki, Sokar şirkətinin, trading şirkətinin rəhbəri Adnan Əhmədzadə həbsdədir. Və Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həbsdədir. Və Ramiz Mehdiyev ev dustaqlığındadır. Vaxtilə dövlət katibi olmuş, dövlət məmuru olmuş Əli Kərimli də həbsdədir. Baş nazirin müavini olmuş Abbas Abbasov axtarışdadır, Interpol axtarışındadır. Yəni, hər bir vəzifəli şəxs mütləq qanun qarşısında məsuliyyətə cəlb olunur. Yəni, qanunu pozduğu halda məsuliyyətə cəlb olunur. Ona görə də dostlar, dövlətimizi sevin, vətənimizi sevin və mən hesab edirəm ki, Azərbaycan televiziyası və ictimai televiziya bugün əgər vaxtilə bizim Güney Azərbaycan Milli Oyanış Hərəkatının sədri Mahmud Əli Çörəqanını efirə çağırırsa və onu fikirlərini bilmək istəyirsə, əlbəttə bu çox mühüm bir addımdır və uğurlu bir addımdır. Mən özəl bugün çox sevinirəm ki, artıq aldığımız məlumata görə bayağı verilişlər Xoşqədəm, Hidayət qızı, Zaur Bəxşəliyev, bundan əvvəl Elgizli axşamlar və digər verilişlər də artıq fəaliyyətini Audiovizual Şura tərəfindən qərarı ilə ləğv olundu. Verilişlər dayandırıldı. Bu çox sevindirici haldır və biz ölkəmizdə həqiqətən mətbuat azadlığının nə qədər mükəmməl şəkildə qorunduğunu görürük. Bəli, bəzi mətbuat azadlığını müdafiə edən, liberal dəyərləri müdafiə edən, demokratiya uğrunda mübarizə aparan insanlar, prezidentimizi tənqid edən insanlar
çox təəssüflər olsun ki, bugün Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirlərindən şəxsə çevriliblər və bir çoxların barəsində 2 gün bundan əvvəl bilirsiniz ki, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı 16 il həbs qəti imkan tədbiri seçildi. Ondan sonra bilirsiniz ki, Tələbə Güc Mərkəzinin qurucusu və Yoldaş Media baş redaktorunun Əhməd Məmmədli barəsində deməli 6 il həbs qəti imkan tədbiri seçildi dövlət ittihamçısı tərəfindən. Görəsən bu dövlət ittihamçısı hansı əsasla, hansı hüquqla vətəndaşa bu cür cəzalar verir? Vətəndaşlarımızın və bu həbs olunan vətəndaşlarımızın heç biri Konstitusiyanın 158 maddənin 158-ni də pozmayıb. Yəni onlar nə əsasla Cinayət Məcəlləsinin hansısa maddəsi ilə həbs olunmalıdırlar? Bəli, biz 70 il müstəmləkə şəraitində, müstəmləkə rejimində olduğumuz üçün bugün ölkəmizdə 400-ə yaxın təqsirlərindən şəxsin beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbusdur. Və bu bizim ölkəmizin Avropa inteqrasiyasına, Amerika-Azərbaycan münasibətlərinə çox zərər vuran məsələdir. Ölkəmizin, prezidentimizin dünyadakı imicinə zərər vuran amildir. Çox təəssüf ki, bugün özəl televiziyalar və xüsusilə Rusiya xüsusi xidmət orqanlarına işləyən medialar və reket medialar bu məsələləri malıyırlar və ümumiyyətlə məhkəmə iclaslarına gəlmirlər. Baxın, Milli Fədai Hərəkatı iştirak etdiyi məhkəmələrdə, xüsusilə Kanal 13-ün baş redaktoru Əziz Orucov, Xoral TV-nin baş redaktoru Əvəz Zeynallı və Alov Partiyasının sədri, Milli Müqavimət Hərəkatının üzvü, xaricdə yaşayan soydaşlarımız və Azərbaycan Respublikası vətəndaşlarının təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Parlamentinin üzvü, Rəisət Heyətinin üzvü, Milli Müqavimət Hərəkatının təsisçisi Rıza Səfərsoy azad olundu. Bu məhz prezidentimizin humanistliyinə, prezidentimizin amnistiyasına düşən insanlardır. Bəs nəyə görə digər insanlar amnistiyaya düşmürlər? Burada 2 amil var. Ya bu insanları məhkəmə hakimləri onların azad edilməsinə maraqlı deyirlər, ya da ki bu dövlət ittihamçıları onların həbsdə qalmasına maraqlıdırlar. Və bu yol verilməz bir haldır. Və əgər əhalinin 10 milyonu bugün İlham Əliyevə səs veribsə, hardasa 92% onun lehinə səs veribsə və parlamentimiz 101 nəfər onun prezidentliyinə yaşıl işıq yandırılması üçün baş nazir seçibsə, əlbəttə ki, biz istəyərdik ki, həmin o 92% məhkəmə iclaslarına gəlsinlər. Məhkəmədə onları müdafiə eləsinlər. Çünki onların azad olunması prezidentimizin də dünyadakı imicinə, dünyadakı nüfuzuna, beynəlxalq nüfuzuna xeyir verir. Prezidentimizin tənqid olunması əslində bir çox hallarda müsbət nəticələr verib. İcra başçılarının həbs olunmasına, nazirlərin həbs olunmasına, yəni korrupsiyaya yol verən insanların cəzalandırılmasına imkan verib. Və prezident bir çox islahatları, 2019-cu ildən bəri islahatları, vətəndaşlara qəbulun, vətəndaşların şikayətlərinin qəbul olunması, şikayətlərin, qəbulların keçirilməsi və o cümlədən Azərbaycan televiziyalarına müsahibə verməsi, şəhid ailələrinə bir dəfəlik yardımların edilməsi və bağlanan bankların, devalvasiyadan sonra bankların borcu olan vətəndaşların borclarının silinməsi qərarları da məhz bu addımların nəticəsidir. Və bugün təqsirlərindən şəxslərin hər biri istəyir ki, prezidentimiz seçkili orqan olduğuna görə vətəndaşların bütün problemlərini həll eləsin. Baxın, yüzlərlə qazilərimiz özlərini yandırdılar, intihar elədilər. Yəni özlərinə terror elədilər. Bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, dövlət orqanlarımıza Rusiyanın xüsusi xidmət orqanları sızıblar və prezident onları təbii ki, dövlət təhlükəsizlik xidmətinə bugün müraciət edilməlidir və bu təqsirlərindən şəxslər dövlət təhlükəsizlik xidmətinə müraciət etməlidirlər ki,
bizim barəmizdə qeyri-qanuni məhkəmə qərarları var. Və bu məhkəmə hakimləri də dövlətimizin hakimləri deyirlər. Bunlar xarici ölkələrin, xarici xüsusi xidmət orqanlarının, hakimlərin mövqelərini, maraqlarına xidmət edirlər. Yəni, bir vətəndaşı qaçaqmalçılıqda, vergidən yaymada ittiham eləmək. Baxın, Ulu öndərimiz Heydər Əliyev 94-cü ildə əsrin müqaviləsi imzalamışdı. Məhz əsrin müqaviləsi imzalanmasaydı, Azərbaycanda xaricdən qrant alınması prosesi nəticəsində, bəli, o xaricdən qrant almaq cinayət amili sayıla bilməz. Ölkəmiz müstəqil bir ölkədir və yaxud da biz, üzr istəyirəm, xaricdən qrant alan insanlar ölkəmizdə məmur özbaşınalıqlarının qarşısını almasını istəyirlər. Onlar istəyirlər ki, prezidentimizin beynəlxalq nüfuzu qalxsın. Azərbaycanı Avropa Şurasından çıxarmasınlar. Baxın, Azərbaycanın Avropa Şurasından çıxarılması tendensiyası, təhlükəsi var. Bu bilirsiniz nə deməkdir? Vətəndaşların Rusiya xüsusi xidmət orqanlarının özbaşınalıqlarının bacara bilmirlər. Onları şərliyib tuturlar. Baxın, Rusiya xüsusi xidmət orqanları Azərbaycanlıları şərliyib tuturlar. Bu yol verilməz bir haldır. Rusiya kimdir ki, 340 dənə Rus məktəbi yaradıb Azərbaycanlıların beynin yumaqla dövlətçiliyə qarşı deməli, nifrət yaradırlar. Rusiyanın xüsusi xidmət orqanları istəyir ki, Azərbaycanda siyasi məhbusların sayı artsın. Azərbaycanın prezidentinin nüfuzu gözdən düşsün. Kim bunu eləyir? Vladimir Putin eləyir. Putin rejimi eləyir. Bugün o məhkəmə qərarları Putin rejiminə xidmət edir. Putinin sifarişini yerinə yetirirlər. Tam səmimiyyətlə deyirəm, tam məsuliyyətlə deyirəm. Putinin, Rusiyanın prezident administrasiyası nə sifariş yerinə yetirirsə, o qərarları verirlər. Əziz dostlar, bunu artıq bilmək lazımdır. Prezidentin heç bir halda təqsirlənən şəxslərin, bugün beynəlxalq təşkilatlar tərəfindən adı alan insanların hər birinin tutulmasında maraqlı deyil. Əksinə onların azad olunmasına maraqlıdır. Çünki onların prezidentidir. 10 milyon vətəndaşın prezidentidir. Ona görə də dostlar, mən bu çıxışı ona görə edirəm ki, vətəndaşlarımız heç nədən qorxmasınlar. Və Alyona Aliyeva məsələsinə gəldikdə isə, Alyona Aliyeva Ukrayna vətəndaşıdır. Və Ukrayna vətəndaşı, Odessa vətəndaşı olması onu sübut edir ki, biz 44 günlük müharibədə bizə yardım eləyən, bizə yardım əlini uzadan və bizim qardaş Ukrayna xalqının Xalq Cümhuriyyəti dövründən bəri bizi həmişə yanımızda olmuş, tarixən Krım xanlığının, Xəzər xalqanlığının, yəni burada qəbahətli heç nə yoxdur. Prezidentimizin gəlini Ukraynalı olması bu bizim fəxrimizdir, bir qürurumuzdur. Və şərəfli bir gəlin humanizmlə məşğul olur. Və bir çox şəhid ailələrinə baş çəkir və bir çox insanları deməli, Mehman Hüseynov əslində onun Ukrayna vətəndaşı olmasını üzə çıxardı. Bu çox böyük mənada cəsarətli bir addımdır. Mən buradan Mehman Hüseynova dərin təşəkkürlərimi bildirirəm. Bəli, Mehman Hüseynov çox cəsarətlə xalqa bildirdi ki, o Qod Nisanovun yaxın ola bilməz. Çünki Rusiya bizim düşmənimizdir. Və mən buradan Mehman Hüseynovun prezidentimizin beynəlxalq nüfuzunu qaldırdığına görə təşəkkür edirəm. Emin Hüseynovun da o cəsarətli sualına görə təşəkkür edirəm. Baxın, onu necə nəzakətlə sual ünvanladı. Hətta ölkəmizin vitse-prezidenti UNESCO-nun xoşməramlı səfiri Meyvan xanım Əliyevaya ünvanladığı sual da çox cəsarətdir. Demokratiyanın vəziyyəti nə yerdədir? O bilirsiniz nə demək istədi? Yəni demək istədi ki, İsveçrənin özündə belə, konfederasiya özündə belə demokratiya nə vəziyyətdədir? Yəni, bugün əslində Emin Hüseynova sən qadın paltarında gizlənən bir insansan demək əslində bu bir zarafat idi. Mən bunu zarafat kimi qiymətləndirirəm. Yəni bir vitse-prezident də adi vətəndaş kimi bir zarafat eləyə bilər. Görürsünüz, onu gülərək bunu dedi.
Yəni burada qəbahətli heç nə yoxdur. Burada nəsə bir alt niyyət axtarmağa ehtiyac yoxdur. Və hesab edirəm ki, çox səmimi bir əslində bir debat oldu, müsahibə oldu. Mən bunu çox yüksək qiymətləndirirəm. Emin Hüseynovun yüksək peşəkarlığı və yüksək savadı buna imkan verir. Və görürsünüzmü, Emin Hüseynov haqqında Emin Hüseynovla irtibat kuran imkan, hətta bilirsiniz də o Emin Hüseynovun 6 hissəli videolarda düzdür, qeyri-etik videolar var. Bu videoları da informasiyaları yayan şəxs saxlanılıb və Fərid Salmanov. Və bu mənə gəlir ki, Mehmanın da nüfuzuna zərər vuran məsələdir ki, bu videoların bəzi hissələrində qeyri-etik videolar var, qeyri-etik ifadələr var. Amma biz orada yaxşı olanları da götürməliyik. Yaxşı olanlar odur ki, Ukrayna Respublikasının vətəndaşı olan və Azərbaycan Respublikasından prezidentinin oğlu ilə ailə həyatı qurması Ukrayna-Azərbaycan qardaşlığına xidmət edən addımdır və bunu xalqımız da bilməlidir, dövlətimiz də bilir və burada qəbahətli heç nə yoxdur. Ukraynanın ən zəngin iş adamları Qarabağda iş adamı ola bilər və zəngin belə deyək, imkanlara sahib ola bilər və bu çox gözəl bir şeydir ki, Mehman bunu üzə çıxardı ki, bəli, Qarabağda başqa xalqların nümayəndələri də ev, mənzil sahibi ola bilər və bilirsiniz ki, kurtka biznesi ilə məşğul olur Ukraynanın deməli vətəndaşı, deməli Sergey deməli Qonçarov. Yəni faktiki olaraq Ukrayna vətəndaşı Odessada bilirsiniz ki, bu gün Ukraynanın ayrılmaz hissəsi olan bir şəhərdir və bu şəhərdə Slavyan, birisi Ukrayna Slavyan xalqıdır və Slavyan-Azərbaycan qardaşlığına xidmət edən bir münasibətlər var. Yəni Zelenski İlham Əliyev qardaşlığı səviyyəsində Ukrayna-Azərbaycan münasibətləri var. Bilirsiniz ki, Heydər Əliyev Fondu Ukraynanın Rusiya ilə apardığı müharibədə zərər görən uşaqlara yardım eləmişdi. Yəni bu gün bizim hökumət mediası da, dövlət mediası da fəxrlə yazmalıdır ki, bəli, Alyona Aliyeva Ukrayna vətəndaşıdır və Ukraynanın ən sevilən, ən şərəfli vətəndaşlardan biridir. Və onun şəxsi həyatı toxunulmazdır. Yəni şəxsi həyatında necə yaşayır, liberal həyat yaşayır. O liberal görüşlü bir insandır və çox mükəmməl şəkildə Ukraynca dilini bilir və mən Mehman Hüseynovu məsələdə sübuta çağırıram. Yəni sübut eləməlidir ki, o təbii ki, Ukrayna dilində Dillər Universitetində çıxış eləyib və orada təbii ki, Ukrayna dilini Rus dilinə yaxın olduğuna görə insanlar başa düşürlər Ukraynca və öz ana dilində danışıb, Ukrayna dilində danışıb. Və ona görə də mən bu informasiyaları insanların diqqətinə çatdırım ki, bəli, mən Ukrayna-Azərbaycan qardaşlığını, Slava Ukrayna deyən, Ukraynanı dəstəkləyən bir təşkilat nümayəndəsi olaraq mən bunu normal sayıram və cənab prezidentin də liberal həyatı ola bilər və o da bilirsiniz ki, uzun illər Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin sədri olub, millət vəkilimiz olub və sahibkarlıq fəaliyyətində də məşğul olub. Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. Burada qəbahətli mən bir şey görmürəm. Və etik həyatı yaşayan bir ailə olub və əlbəttə ki, Heydər Əliyev, Heydər İlhamoğlu Əliyev təbii ki, bugün Dövlət Neft Şirkətində çalışır, İqtisadiyyat Nazirliyində çalışır və təbii ki, İsveçrədə də bilirsiniz ki, onun Sokar şirkətinin nümayəndəsidir və bu barədə də Mehman Hüseynov, Emin Hüseynov açıqlama verdi. Əlbəttə ki, mən hesab edirəm ki, 4-cü hakimiyyətin də vəzifəsi insanlara dəqiq məlumatı verməkdir. Və mən bir daha demək istəyirəm ki, Azərbaycan Respublikasının prezident ailəsi təbii ki, toxunulmazdır və o ailə haqqında xoşa gəlməyən ictimai rəy yaratmaq yol verilməzdir. Və bugün Qabil Məmmədov və digərləri düzgün olmayan şəkildə, etik olmayan səviyyədə münasibət göstərir. Mən Mehman Hüseynovun çıxışlarında bir qeyri-etik ifadə görmədim və yaxud Emin Hüseynovun canlı yayımlarında və bir daha demək istəyirəm ki, əlbəttə ki, prezidentimizin yürütdüyü siyasət, xüsusilə son
Təhlükəsizlik Şurasında çıxışında dediyi kimi İran şərəfsiz bir addım attı. Naxçıvana dron attı və bilirsiniz ki, Mərdəkan, Zabrat, Suraxanı tərəfdə dronlar attı. Bunu hətta Azad Söz telekanalı da, Sevinç Osman qızının kanalında da buna açıqlama verdi. Və düşünürəm ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti vətəndaşlarda panikanın yaranmaması üçün bir çox dövlət saytlarına, hətta dövlət televiziyalarına təlimatlar verdi ki, bu informasiyalar yayılmasın. Çünki insanlar həssasdır və mən hesab edirəm ki, prezidentimizin təhlükəsizliyi çox yüksək səviyyədə qorunur. Əlbəttə, Dövlət Təhlükəsizlik Xidmətinə rəisi hörmətli Əli Nağıyev cənablarına təşəkkür edirəm ki, ən azından Mehman Hüseynov məsələsində insanlara aydınlıq gətirən bir video yayımladı və Fərid Salmanovun barəsində cinayət işi açdı. Və o artıq onun barəsində yəqin ki, cinayət işi açılacaq. Çünki adam Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşıdır və o insanlara yalan informasiya yayırdı ki, Qod Nisanovla yaxın qohumluğu var və Qod Nisanov Rusiyanın iş adamıdır və Qod Nisanovun Aleno ilə heç bir əlaqəsi yoxdur. Və bu yalan informasiyaları yayan medialarda yəqin ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cəzalarını alacaqlar. Bir daha demək istəyirəm ki, prezidentimizin heç bir halda Rusiya ilə heç bir əlaqəsi ola bilməz və ölkəmizin müstəqil Azərbaycanın prezidentidir. Şəxsən biz seçmişik, 10 milyon vətəndaş seçib. İlham Əliyevi dəstəkləmə bizim boynumuzun borcudur. Ona görə də narahatçılığa əsas yoxdur. Rafael Piri bizim səhifəmizi bağlama, bizim profillərimizi bağlama cəhd elədi. Amma görürsünüz ki, Facebook şirkəti onun əsassız iddialarına imkan vermədi. Son günlər bizim Rusiyanın hacker qruplaşmaları bizim canlı yayımlarımızı məhdudlaşdırmaq və bizim danışıqlarımızı səssiz rejimə salmaq və danışıqlarımıza məhdudiyyət qoymağa cəhd elədi. Amma görürsünüz ki, bu canlı yayım canlı şəkildə indi səhifəmizdə paylaşılacaq və narahatçılığa heç bir əsas yoxdur. Yolumuza davam edirik və bir daha sonunda Difai Təşkilatının qurucusu Əhməd Ağoğlunun sözləri ilə bitirmək istəyirəm. Cumhuriyyət nə qorxu, nə boş sözlərlə qurular. Cumhuriyyət həqiqət istər, fədakarlıq istər, şəxsi mənfəətlərdən uzaqlaşmaq tələb edər. Bu sözləri Əhməd Ağoğlu deyib və hesab edirəm ki, biz planımızda var ki, Füyuzat qəzetində də əməkdaşlıq eləyək. Bizim böyük mütəfəkkirimiz Əli Böyüksənzadə. Yer gəlmişkən bilirsiniz ki, Oskar film mükafatında bizim təbii ki, Heydər Fondunun və Bakı Media Centrin, Mədəniyyət Nazirliyimizin və Azərbaycan Kino Agentliyinin birgə layihəsi olan Tağıyev filminin, çox seriyalı Tağıyev filmi də Oskar mükafatına namizədliyi irəli sürmüşdü və Tağıyev filmində də mən iştirak etdiyim üçün özüm üçün fəxarət hesab edirəm, fəxr hesab edirəm və hesab edirəm ki, vətənimizi, dövlətimizi sevmək hər bir vətəndaşın, hər bir 10 milyon vətəndaşın borcudur. Ona görə də mən vətəndaşlarımıza çağırış edirəm ki, nə İrandan qorxsunlar, nə Rusiyadan qorxsunlar, onlar heç nə eləyə bilməzlər. Bizim müstəqilliyimizi qoruyan, asayişimizi qoruyan polislərimizə güvənsinlər, igid, vətənpərvər polislərimizə güvənsinlər, 44 günlük müharibədə canlarını fəda edən və bizim 1-ci Qarabağ müharibəsində iştirak edən bizim hörmətli mərhum istiqlalçı millət vəkilimiz İskəndər Həmidovun və Azərbaycan Xalq Cumhuriyyətinin Daxili İşlər Naziri olmuş Fətəli xan Xoyskinin və Nəsib bəy Yusufbəylinin əziz xatirəsinə hörmətlə yanaşırıq. Bilirsiniz ki, Prezidentimizin Təhlükəsizlik Şurasının üzvü olan Rami Yusubov da 1-ci Qarabağ müharibəsində iştirak edib. Əli Nağıyev də bilirsiniz ki, hörmətli Dövlət Təhlükəsizlik Xidmətinin rəisi də 1-ci Qarabağ döyüşçüsü olub. Hətta Milli Təhlükəsizlik nazirimiz olmuş Eldar Mahmudovun qardaşı da Riyad Əhmədov da
Birinci Qarabağ müharibəsində iştirak edib, şəhid olub və əlbəttə ki, Dövlət Təhlükəsizlik Xidmətində yarasa silahlı qüvvələri var ki, onlar da Birinci Qarabağda, İkinci Qarabağ müharibəsində iştirak edib. Bilirsiniz ki, 4 iyun qiyamı ilə bağlı da Dövlət Təhlükəsizlik Xidmətinin xeyli sayda şəhidlərimiz olub. Prezidentimizin qvardiyasında xeyli şəhidlərimiz olub. Ona görə də dövlətimizi müdafiə eləmək, vətənimizi müdafiə eləmək, prezidentimizi müdafiə eləmək, nazirlərimizi müdafiə eləmək bizim boynumuzun borcudur. Mən şübhə etmirəm ki, dövlətimiz əbədi və müstəqilliyimiz dönməz olacaq. Və bu gün dövlətimizi sarsıtmaq istəyən bəzi antimilli ünsürlər, qaracurukçular bilsinlər. Bu qaracurukçular da təbii ki, bugün sosial mediada müxalifətin ünvanına böhtan yağdıran, bugün təqsirlənən şəxslərin ünvanına böhtan yağdıran, hakimlərin mənfur qərarlarına haqq qazandıran insanlardılar. Onlar Azərbaycanda demokratiyanın olmamasına çalışırlar. Azərbaycanda insan haqlarının pozulmasına maraqlıdırlar. Onlar Azərbaycanın müstəmləkə bir ölkəyə çevrilməsinə, Rusiyanın, İranın müstəmləkəsi olmasını istəyirlər. Baxın, bugün bir çox özəl televiziyalar, Rusiya xüsusi xidmət orqanları işləyən medialar İranı müdafiə eləməklə məşğuldular. Mən başa düşə bilmirəm, nəyə görə İranı müdafiə edirsiniz? Nəyə görə Rusiyanı müdafiə edirsiniz? Nə verir sizə? Bəs deyilmi 37-ci repressiyaları? Bəs deyilmi 20 yanvar faciəsi? Bəs deyilmi Türkmənçay faciəsi? Bəs deyilmi 25-ci ildə bizim Şeyx Məhəmməd Xiyabaninin şəhid olması? Bəs deyilmi bizim Seyid Cəfər Pişəvəri hökumətinin, 21 Azər hökumətinin ziyalılarının öldürülməsi? Bunlar hamısı pəhləvilər gülləliyib. Bugün 44 günlük müharibədə Azərbaycan ordusunu müdafiə edən cənab prezidentimiz İlham Əliyevi prezident hesab edən Güneyli soydaşlarımızı edam eləyib. Və Əli Lahacanın öldürülməsi və yaxud da Əli Xomeynin öldürülməsi bir sevinməli bir hadisədir. Mən İsraili müdafiə edirəm, əcəb ilə müdafiə edirəm. Çünki İsrail dövləti bizim 44 günlük müharibədə bizim təbii müttəfiqimiz olub. Və bizim Dövlət Təhlükəsizlik Xidməti ən müasir Avropa standartlarına cavab verən dünyanın ən demokratik ölkələrin xüsusi xidmət orqanlarının təcrübəsindən istifadə edən bir orqandır və Milli İstihbarat Təşkilatının təcrübəsindən istifadə edir və yaxud da İsrailin Mossad kəşfiyyatından, Amerikanın CIA kəşfiyyatından, İngiltərənin MI5 kəşfiyyatından, dünyanın bütün demokratik ölkələrin kəşfiyyatının təcrübələrindən istifadə edir. Mən Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasında olmuşam. Mənə hətta Bəxtiyar Hacıyev haqqında suallar ünvanlamışdı. Bəxtiyar Hacıyevin həbs olunmasında mən hətta Mehman Bəxtiyar Hacıyev hətta bizim sədrimizin həbs olunmasında birbaşa iştirak edib. Və Bəxtiyar Hacıyev hətta bilirsiniz ki, Praqaya gedəndə bizim baş mütəşəkkil cinayətkarla mübarizə idarəsinin rəisini Magnitski aktına salmışdı və onu sanksiyalaşdırmışdı. Nədir? O İran Fars Molla rejiminə işləyən Müsəlman Birliyi Hərəkatının rəhbərlərini, Azərbaycan bayrağını endirən Müsəlman Birliyi Hərəkatının rəhbərlərini həbs eləmədiyi üçün. Və ona görə Bəxtiyar Hacıyev bugün türmədədir. Bəxtiyar Hacıyev bizi ittiham eləyirdi ki, Milli Fədai Hərəkatının sədri nəyə görə necə olub Qarabağa gedib, necə olub Şuşaya gedib, özü də şəxsən Şuşaya gedə bilib. Yəni onu hətta irad bildirirdilər ki, necə olub portal yazılır. Birincisi, adama sual verən lazımdır. Bəxtiyar Hacıyev, sən haradaydın 2-ci Qarabağ müharibəsində? Niyə gedib iştirak eləməmsən? Sən Ruslan İzzətli kimi gedib iştirak eləyərdin. Haradaydın sən? Və fərari olaraq qaçıb gizlənmişdin. Amma Fuad Muradov 2-ci Qarabağ müharibəsində atası kimi müharibə iştirakçısı, qazisi kimi iştirak edib. Qazax istiqamətində iştirak edib və Suqovuşanın işğaldan azad olunmasında iştirak edib. Və bizim təşkilat, hərbi təşkilat olaraq bizim şəxsi heyəti silahlı qüvvələrin tərkibində müharibədə iştirak edib.
Və ona görə də bizə heç bir halda mənəvi haqları çatmır. Biz yeganə təşkilat olmuşuq ki, demokratik ölkələrin, səfirliklərin qarşısında Ukraynaya slava Ukrayna demişik. Və hətta biz Fransa səfirliyinin qarşısında mitinq eləyəndə polis əməkdaşları bizə yaxınlaşdı, sual verdilər ki, siz nəyə görə mitinqə gəlmişsiniz? Biz səfirə zəng elədik. Səfir polisə dedi ki, polis haqqında qanuna uyğun olaraq dedi ki, vətəndaşa biz icazə vermişik. Biz vətəndaşın təhlükəsizliyini, asayişini biz məsuluq və onun mitinqin keçirilməsinə razılıq verəsiniz. Və polis də təbii ki, səfirliyin müdafiəsinə, səfirliyin təhlükəsizliyinə cavabdeh olduğu üçün, o ərazini artıq təhlükəsiz şəraitdə olduğu üçün və Konstitusiyanın 49-cu maddəsinə uyğun gördüyü üçün, polis haqqında qanun tələbinə uyğun gördükləri üçün, polis əməkdaşları həmin ərazini tərk elədi və biz mitinqimizi təşkil elədik və aksiyamız uğurlu keçdi. Yəni biz hətta Sosial Müdafiə Nazirliyinin qarşısında mitinq eləyəndə polis əməkdaşları yaxınlaşdılar və dedilər ki, siz bura nəyə gəlmişsiniz? 8 mart mitinqində biz dedik ki, rəisiniz icazə verirmi? Rəisə zəng elədi. Rəis dedi ki, biz icazə veririk. Biz Konstitusiyanın 49-cu maddəsinə uyğun vətəndaşımız əgər deyirsə ki, mitinqə icazə verirsə davam edir, vermirsə biz çıxıb gedəcəyik deməyi onların xoşuna gəldi və təbii ki, biz bu mitinqi davam elədik. Və yaxud da başqa bir nümunə deyək, metropoliten ərazisində bir vətəndaş xidməti yerdə əyləşmişdi. Biz yaxınlaşdıq, soruşduq ki, vətəndaş, burada əyləşmək olmaz. Burada yalnız kənar şəxslər əyləşə bilməz. Siz kənar şəxs sərnişin olduğunuz üçün yalnız metropoliten işçilər əyləşə bilər. Polis gəldi, yaxınlaşdı, mənə dedi ki, milli mentalitetimizə uyğundurmu? Siz yaşlı insanları buradan qaldırırsınız. Bəs dedim, siz bizim polis bölməsinə mi aparacaqsınız? Dedi, yox, biz polis bölməsinə aparmırıq. Sadəcə sizə böyük mənada milli mentalitetimizə uyğun olmadığını dedi. Və polis əməkdaşı bizim, hətta rəis ona zəng elədi, polis serjantına. Dedi ki, biz onun bu hərəkətini qanuni hesab edirik. Yəni, vətəndaş ixtiyarı var, desin ki, kənar şəxs orada əyləşə bilməz və o qanuni bir addım atıb, ona görə onun barəsində heç bir tədbir görməyib. Yəni, qanuni hərəkət edib. Və beləliklə də biz məsələni həll edə bildik. Ona görə dostlar, polisdən qorxmayın. Polis vətəndaşımızın asayişini, hüquqlarını qoruyan hüquq-mühafizə orqan və vətəndaş cinayət törədən, qanunları pozan insanlarla məşğul olur. Ona görə də yol hərəkəti qaydalarını pozmayın, konstitusiyanı pozmayın. Yəni, konstitusiyanı pozmadığınız təqdirdə heç kəs sizi barənizə tədbir görə bilməz. Bəli, bəzi məmurlar, yəni daha doğrusu dövlət orqanlarımıza sızan Rusiya xüsusi xidmət orqanları bugün təqsirlənən şəxslər olan beynəlxalq təşkilatlar tərəfindən həbs olunan beynəlxalq təşkilat tərəfindən siyasi məhbusa çevrilən deməli, QHT nümayəndələri, KİV nümayəndələri, siyasi partiya nümayəndələri var ki, onlara şikayət edirlər. Deyirlər ki, niyə Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşlarını ifşa edirsiniz və ona görə də onları cinayət işi, ağır cinayətlər məhkəməsində məhkəmə hökmləri çıxarırlar. Ona görə dostlar, biz nəyin necə olmasını prezidentimiz qədər məlumatlıyıq və biz prezidentimizi də təbii ki, qorumağa, prezidentimizi müdafiə eləməyə hər zaman hazırıq və bu yolda canımızı fəda etməyə hazırıq. Bizim qorxacağımız, çəkinəcəyimiz bir şey yoxdur. Ona görə dostlar, bizim canlı yayımlarımız davam edəcək və narahat olmağa ehtiyac yoxdur. Bizim canlı yayımlarımıza məhdudiyyət qoya bilməzlər, qeyri-qanunidir və biz ölkəmizin mənafeyinə, ölkəmizin milli maraqlarına uyğun hərəkət edirik, uyğun danışırıq. Ona görə bizi qorxutmağa, çəkindirməyə ehtiyac yoxdur. Biz polis orqanlarımızı nüfuzuna zərər vuran heç bir çıxış eləmirik, etməyəcəyik və biz rəqsanə deyilik və yaxud da digər insanlar kimi deyilik ki, məsuliyyətsiz bəyanat verək, sonra polis geçsin məhkəməyə şikayət eləsin ki, bu adam bizim nüfuzumuza zərər vurur. Polis haqqında qanunu pozur.
Ona görə də bilirsiniz, hər bir halda polislərimiz bu vətən yolunda, bu dövlət yolunda bizim asayişimizi, bizim hüquqlarımızı qoruyurlar, bizim təhlükəsizliyimizi qoruyurlar və biz polislərə borcluyuq. Bugün ölkəmizdə cinayətkarlığa qarşı, narkotikaya qarşı mübarizə aparan bir orqandır polis orqanlarımız və ölkəmizdə qaçaqmalçılıq yolu ilə narkotika daşıyan vətəndaşlarımızı cəzalandırır, onlara həbs eləyir və bizim də borcumuz odur ki, bu məlumatları 102 xidmətinə verək. 102 xidmətinə verdik ki, yəni Rafael Periyev Interpola axtarışdadır və bu insan nə ixtiyarla bizim prezidentimizi müdafiə etdiyimizə görə bizim profillərimizi şikayət eləyir, bağlatdırmağa cəhd eləyir. Bu xuliqanlıqdır və bu hərəkətinə görə Rafael Periyev qanuni məsuliyyətə cəlb olunacaq. İndi bizə imkan vermirlər ki, biz ona irad yazaq. Belə olmaz. Bu hansı demokratik hüququndur. Və ona görə də mən Rafael Periyevə məsləhət görürəm ki, bu hərəkətlərdən əl çəksin və düzgün bir yola gəlsin. Kişiliyi çatırsa Putin haqqında, Xomeyni haqqında bunlar yazsın. Putinə yazsın ki, sən Yahudilərin adamısan və yaxud da Xomeyniyə yazsınlar. Bugün onu mürtəci Xomeyniyə yazsınlar. Niyə yaza bilmirlər? Nə qorxurlar? Avropanın ən demokratik ölkəsində yaşayırlar, Almaniyada yaşayırlar. Ya bunlar Rusiyadan maliyyələşirlər, ya Rusiyadan qrant alırlar, bunu yaza bilmirlər. Ya da İrandan qrant alırlar, bunu yaza bilmirlər. Ya da bunlar oraya xidmət edirlər. Başqa səbəb ola bilməz. Belə dostlar, mən çox vaxtınızı almaq istəmirəm və biz yolumuza davam edəcəyik. Sağ olun, var olun, atamız var olun. Bir daha sizi Ramazan bayramını və Novruz bayramını